28 saatda nələr eləmək mümkündür? Game of Thrones-u bitirə bilərəm. Yata bilərəm, yemək yeyə bilərəm. Və ya kitab oxuya bilərsiniz. Ancaq Çində 28 saat 45 dəqiqə ərzində Broad Group adlı şirkət 10 mərtəbəli binanı təhvil verərək tikinti sahəsində rekorda imza atıb. Bəs onlar bunu necə eləyib? Bunun sirri modul tipli tikinti sistemidir. Bütün bina hissələri əvvəlcədən yüksək dəqiqliklə zavodda diqqətlə hazırlanır. Daha sonra tikinti meydançasına gətirilərək kranlar vasitəsilə üst-üstə yığılır. Daha sonra su və elektrik xətləri birləşdirilir. Təqdim edilən bu bina bu cür metolla tikilən ilk bina deyil. Sənaye mühəndisləri isə bunu inqilab adlandırır, çünki bu proses həm mühəndislik, həm də logistika planlamasının uğurudur. Sürətlə tikilən binalara insanların münasibətləri də fərqlidir. Bəziləri bu binaların ev tapmaq problemini aradan qaldıracağını düşünürsə, digərləri onların keyfiyyəti barədə şübhə duyur. Mütəxəssislər isə bildirir ki, bina təhlükəsizlik standartlarına uyğun tikilib. Fərqli yanaşmalar olsa da, bu binaların fövqəladə hallar zamanı modul tipli xəstəxanalar və binaların tikintisində böyük perspektivlər açacağı danılmazdır. İşin tək mənfi tərəfi daha yüksək büdcə tələbi və peşəkar işçi heyətidir. Və siz necə düşünürsünüz? Bu tip tikililərinin sayının artması insanlara hansı mənfi və müsbət tərəflərini göstərir?